Bismillah. Resulullah sallallahu aleyhi ve sellem'den həya haqqında. Allah Resulü sallallahu aleyhi ve sellem həya haqqında belə söyləmişdir. Həya imandandır. Həya bütünlüklə xeyirdir. Həya ilə iman qoşa yaranıblar. Onlardan biri götürüldükdə o biri də götürülür. Həya ancaq xeyir gətirər. Həya və yersiz danışmamaq imanın qollarındandır. Ədəbsiz söz və haqsız tərif isə münafiqliyin, ikiyüzlülüyün əlamətlərindəndir. Həqiqətən hər bir dinin öz əxlaq dəyəri, mənəviyyatı vardır. İslamın da əxlaq dəyəri, mənəviyyatı həyadır. İnsanların ilkin nübüvvətdən, peyğəmbərlikdən mənimsədikləri kəlamlardan biri də utanmayandan sonra istədiyini elə kəlamıdır. Ədəbsizlik nədə olursa olsun onun qüsurudur. Həya isə nədə olursa olsun onun zinətidir. Subhanaka Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.